Hər birinizi salamlayıram. Sizinlə birlikdə bu videoda 11-ci siniflər üçün 2025-ci ildə nəşr olunmuş topudan yeni əlavə olunmuş mövzu, yəni conditional sentence-dən bir neçə testin izahına baxırıq. Əvvəlcə conditional haqqında onu qeyd edim ki, conditional sentence şərt budaq cümlələrdir və bu cümlələr daha çox if vasitəsilə düzəlir. If-dən sonra indiki sadə, keçmiş sadə və burada digər uzlaşmalardan biraz fərqli olaraq if-dən sonra keçmiş bitmiş qoyula bilər. İndi isə bu dediklərimizi test üzərində nümunələrlə göstərək. Demək, if-dən sonra bizə verilən cümlə hansı zamanlarda ola bilər? İndiki sadə və keçmiş sadə və əlavə olaraq da keçmiş, bitmiş zamanda qoyula bilər. Demək, B variantında will, D variantında will çıxır. Cavab olur ya A, ya C, ya da Y. İndi uzlaşmalara baxırıq. Snowed keçmiş zamandır, qarşısı isə gələcək zamanda qətiyyən olmaz. C variantında uzlaşma var deyə bunu saxlayırıq. Y variantında snows indiki zaman, will make gələcək zaman saxlayırıq. Cümləmizin özündə tomorrow göstəricimiz var. Bilirik ki, tomorrow olan cümlə gələcək zaman olmalıdır. If budaq cümlə olduğu üçün özü yox, qarşı tərəfi gələcək zaman olmalıdır deyə C variantı yanlışdır. Çünki C variantında hadisələr keçmişdə baş verir. Demək ki, cavab oldu Y variantı. Tərcümədə deyir ki, if it snows, əgər sabah qar yağsa, we will make snowman. Biz qardan adam düzəldəcəyik. İndi 7-ci testin izahına baxırıq. 7-ci testdə yenə if verilib. If-dən sonra gələcək olmaz. D variantı çıxır. Digər zamanlarda they ask, had asked, ask ya da Y variantındakı had ask variantları düzdür. Burada sizə bir nüansı nəzərinizə çatdırım ki, əgər if-dən sonra indiki sayda zaman verilibsə, qarşı tərəf indiki zaman və qarşı tərəf gələcək zaman ola bilər. Əgər if-dən sonra keçmiş sayda zaman verilibsə, bu zaman qarşı tərəfimiz keçmişə nəzərən gələcək olmalıdır. Yəni conditional dərsində belə bir nüans var. Keçmişə nəzərən gələcək olmalıdır. Bitmiş zaman olduqda isə, əgər if-dən sonra keçmiş bitmiş zaman verilibsə, keçmiş bitmiş verilibsə, qarşısı 100% keçmişə nəzərən gələcək bitmiş olmalıdır. Yəni would have plus P2 olmalıdır. İndi gəlin bu dediklərimizi test üzərində göstərək. Bu hissələrdən haqqında ətraflı məlumat almaq istəyirsinizsə, mütləq conditional qayda izahımıza göz gəzdirərsiniz. İndi bu testə baxırıq. If-dən sonra they ask qoydum. Qarşısını qətiyyən keçmiş qoya bilmərəm, çünki ask indiki zamandır. B variantında istədiyimiz uzlaşma var, saxlayırıq. C variantında ask verilib, qarşısı would olub olmaz. Çünki ask had olsaydı biz bura would qoyardıq. Y variantında isə had keçmiş zamandır, will isə gələcək zamandır. Ona görə çıxırıq. Cavab olur B variantı. İndi gəlin tərcümə edək. If they had asked for directions, we would have given them some help. Deyir, əgər onlar bizdən kömək istiqamət üçün, yəni getdikləri yer üçün kömək istəmiş olsaydılar, biz onlara kömək eləyərdik. Bir daha qeyd edeyim. Bu ingilis dilində adlanır third condition, yəni üçüncü tip şərt budaq cümlələri. Üçüncü tip şərt budaq cümlələrində daha çox peşmanlıq, qınama tipli olan cümlələr olur və burada uzlaşma bu formada olur. If-dən sonra keçmiş, bitmiş, qarşısı isə keçmişə nəzərən gələcək, bitmiş zaman olur. İndi isə 11-ci testin izahına baxırıq. 11-ci testdə bizə if verilib və if qaydasından bilirik ki, if-dən sonra yeni qaydaya əsasən ola bilər. If-dən sonra ola bilər indiki sadə, keçmiş sadə və keçmiş bitmiş zaman qoyula bilər. İndi bu dediklərimizi variantlardan tapıb çıxırıq. Məsələn, A variantında had obey keçmiş bitmiş saxladıq. B variantında would obey olmaz. Çünki gördüyümüz kimi conditional dərsində if-dən sonra indiki sadə, keçmiş sadə, keçmiş bitmiş olar, amma gələcək olmaz. C variantı keçmiş bitmişdir deyə bunu saxlayırıq. D variantı artıq keçmişə nəzərəndə deyə çıxırıq. Y variantı keçmiş sadədir deyə saxladıq. İndi conditional dərsinə əsasən if varsa, əgər if-dən sonra indiki zamandırsa olurdu. If-dən əvvəl olurdu ya indiki sadə, ya da olurdu gələcək sadə. Əgər if-dən sonra keçmiş verilibsə, qoyulurdu bura keçmişə nəzərən gələcək. Yəni would plus adi bir feil qoyulurdu. Feil. Amma keçmiş bitmiş qoyulubsa 100% qarşı tərəfimizdə keçmişə nəzərən gələcək bitmiş olmalıdır. Yəni bu tərəf bitmişdirsə, digər tərəfdə 100% bitmiş olmalıydı. Çünki bu third conditional adlanır. İndi gəlin uzlaşmalara baxaq. A variantında biz dediyimiz var. If-dən sonra görürsünüz keçmiş bitmiş qoyulub. If-dən əvvəl də keçmişə nəzərən gələcək bitmiş qoyulub. Yəni bu bizim düsturda istədiyimizdir. C variantında if-dən sonra had obeyed keçmiş bitmiş qoyulub, amma qarşısı keçmişə nəzərən gələcəkdir. Yəni burada sadəcə obeyed olsaydı biz bu variantı seçərdik. C variantı səhvdir. Ya da burada would had, daha doğrusu would not have get olsaydı biz bu variantı seçərdik. Bu da yanlışdır. Və Y variantında nə səhvdir? Obeyed keçmiş saydədir. Qarşısı isə sadəcə keçmişə nəzərən olmalıydı. Burada isə have got yox, sadəcə would get olmalıydı. Ona görə cavab olur A variantı. Tərcümə ilə deyir ki,
You would not have got into trouble if you had obeyed my instructions. Tərcümə ilə deyilir ki, əgər sən mənim təlimatlarıma yəni itaət etsəydin, onlara riayət etsəydin, sən çətinliyə düşməyəcəkdin. Yadımızda saxlayırıq. Əgər ifdən sonra keçmiş bitmiş qoyulub, qabağı da, yəni ön tərəfi də would have plus P2 qoyulubsa, bu qınama, sonra peşmançılıq tipli cümlələrdə qoyulur. Görürsünüz, burada da hər hansı bir peşmançılıq var. Deyir ki, sən mənim qaydalarıma riayət etsəydin, çətinliyə düşməzsin. Demək ki, burada bir qınama halı qeyd olunub. İndi isə gəlin birlikdə 12-ci testin izahına baxaq. 12-ci testdə bizə nələr verilib? If verilib, ifdən sonra nələr olur? İndiki sayda, keçmiş sayda və conditionalda keçmiş bitmiş. Ona görə gələcək versiyaları çıxırıq. İndiki bitmiş də olmaz. Onda çıxırıq, çünki demişdik ki, ifdən sonra keçmiş bitmiş ola bilər, amma indiki bitmiş olmaz. Qalırıq A və C variantları arasında. İndi baxırıq. Ifdən sonra had looked verilsə, qarşısı had olmamalıydı. Çünki ifdən sonra conditionalda had plus P2-dirsə, mütləq qarşısı would plus had plus have plus P2 olmalıydı. Ona görə də bu qayda yanlışdır. Had olmamalıydı. Cavab oldu C variantı. Tərcümə ilə deyir ki, if you had looked at the engine for a moment, you would have seen what was missing. Əgər sən deyir mühərrikə bir anlıq baxmış olsaydın, nəyin olmadığını, what was missing, nəyin buraxıldığını görə bilərdin. Yenə burada bir qınama cümləsidir və if conditionalda özündən sonra keçmiş bitmiş qoyulubsa, qarşısı da keçmişə nəzərən gələcək bitmiş olmalıydı. İndi isə baxaq 20-ci testin izahına. 20-ci testdə bizə verilib if cümləsi, ifdən sonra indiki sayda, keçmiş bitmiş zaman, A variantı keçmiş bitmiş, B variantı indiki sayda, C variantı gələcək də olmaz, D variantı keçmiş sayda, Y variantı keçmiş sayda. Demək ki, birinci tərəfə görə 4 variant arasında qaldıq. İndi uzlaşmalara baxaq. Bayaq da qeyd etmişdik, had-dan keçmiş bitmişsə, qarşısı da mütləq keçmişə nəzərən gələcək bitmiş olmalıdır, bu yanlışdır. B variantı does indidir, might keçmiş zamandır, bu da yanlışdır. D variantında did keçmişdir, qarşısı isə will look gələcəkdir deyə, bu da yanlışdır. Y variantı isə did keçmiş, qarşısı isə keçmiş, sadə keçmiş zamandır. Bu düzdür. Tərcümə ilə deyir ki, bir daha qeyd edeyim ki, əgər cümləmizdə would sözünü bəzən could, might da əvəz edə bilər. Qaydamızda baxsaydınız, həmin nüansları diqqətlə görə bilərsiniz. Demək ki, if she did her hair differently, she might look quite nice. Tərcümə ilə deyir ki, o saçını fərqli etsəydi, daha, yəni tamamilə qəşəng görünərdi. Ona görə tərcümə ilə də, həm də qrammatika ilə əsasən olur cavab Y variantı. 22-ci testimizdə verilən nüansımız, diqqətlə baxdıq. 22-də many tourists if var, ifdən sonra yenə indiki sayda keçmiş sayda olmalıydı, ya da keçmiş bitmiş, would olmaz çıxdıq, had saxlayırıq, will olmaz çıxırıq, has indiki saydədir deyə saxlayırıq. Bax, burada bir dənə nüansı diqqət olun. Əgər cümləmizdə has plus P2 olmuş olsaydı, bu bitmiş olardı. Ifdən sonra indiki bitmiş olmur. Amma has plus adi isim isə adi bir isim var. Görürsünüz, a better climate isimdirsə, artıq bu malik olmaq ifadəsidir və indiki sayda zaman hesab olunur. İndi burada nələri çıxırıq? Demək ki, A variantı woulddur, C variantı woulddur çıxırıq. Digər variantlarda qalırıq. İndi uzlaşdıraq. Ifdən sonra it had a better climate qoyduğumuzda qarşısı qətiyyən will olmaz. Ona görə də çıxırıq. Bu olmalıydı would. D variantında ifdən sonra indiki sayda qoysaq, qarşısı would keçmişə nəzərən gələcək olmamalıydı. Bu da çıxır. Y variantı isə tamamilə doğrudur. Ifdən sonra had a better climate, ifdən sonra keçmiş sayda zaman, qarşısı isə olur keçmişə nəzərən gələcək zaman. Tərcümə ilə deyir ki, more tourists will come to this country if it had a better climate. Əgər bu ölkənin deyir, daha yaxşı bir iqlimi olsaydı, bura daha çox turist gələ bilərdi. İndi isə baxırıq 25-ci testin izahına. 25-ci testdə if verilib, ifdən sonra nələr ola bilər? İndiki sayda, keçmiş sayda və keçmiş bitmiş zaman. Bu testdə ifdə nələri variantımızdan çıxırıq? Will gələcək də olmaz, would keçmişə nəzərən gələcək də olmaz. B variantı keçmiş saydədir deyə bunu saxlayırıq. Demək, A-nı çıxdıq və C-ni çıxdıq. B variantını qrammatikaya əsasən saxlayırıq. D variantında had listened ifdən sonra olar. Y variantını da saxlayırıq. İndi uzlaşmalarına baxaq. Əgər ifdən sonra listened qoyduqsa, qarşısı mütləq keçmişə nəzərən gələcək olmalıdır. Bilirik ki, won't indiki sayda zaman, daha doğrusu gələcək sayda zamandır. Will not qısa formada olur. Won't, bu da sizi testlaşdıra bilər. Yadınızda saxlayın, bu gələcək sadədir. Keçmişə nəzərən gələcək sadə isə would olur. Görürsünüz, burada hərflərində necə fərq var. Demək ki, B variantı yanlışdır. D variantında had listened veribsə, qarşısı da hökmən keçmişə nəzərən gələcək bitmiş olmalıydı. Demək, D variantı doğrudur. Y variantı isə had listened isə qabağı keçmiş
bitmiş yox, keçmişə nəzərən gələcək olmalıydı. Yadımızda saxlayırıq. Buna burada keçmişə nəzərən mənaya əsasən qoyulur. Tərcüməni də etsəz görərsiniz ki, tərcümə ilə də Y variantı uyğun gəlmir. İndi gəlin D variantını tərcümə edək. D variantını if she had listened to my directions, o mənim istiqamətlərimə qulaq assaydı, yəni məsləhətlərimə qulaq assaydı, göstərdiyim yol işarələrinə qulaq assaydı, she wouldn't have turned down the wrong street. O yanlış bir küçəyə dönməyəcəkdi. Demək D variantı düzdür. Y variantını tərcümə edirəm ki, oradakı həm tərcümə, həm məna yanlışlığını, həm də qrammatik yanlışlığı görə bilərsiniz. Bəzən biz uzlaşmalarda keçmiş uzlaşması saxlayırıq deyə Y variantı sizi çaşdıra bilər. Məsələn, Y variantı deyir ki, əgər o mənim istiqamətlərimə qulaq assaydı, dinləsəydi, o səhv küçəyə dönməmişdi. Görürsünüz, mənaca uyğun gəlmir. Səhv küçəyə dönməmişdi. Demək ki, cavab olur burada D variantı. İndi isə gəlin 26-cı testə baxaq. If-dən sonra indiki sayda keçmiş bitmiş qoyular. Gələcək olmaz deyə B-ni çıxırıq. Qalan variantlarımız hər iki doğrudur. İndi uzlaşdıraq. Didn't qoydumsa could get. Bu variantı saxlayırıq. Çünki keçmişdi, could da keçmişdi. C variantında belong get keçmişdi. Can indikidir, bunu çıxırıq. D variantında had belong get idi. Bayaq nə dedik? Bitmişdisə qarşısı da bitmiş olmalıdır, amma wouldn't get bitmiş deyil. Y variantında don't indidir. Qarşısı isə would get. Gələcək, keçmişə nəzərən gələcək deyil, səhvdir. Burada didn't belong olsaydı would get olardı. İndi tərcümə ilə A variantını eləyək. If you didn't belong to an union, you couldn't get a job. Əgər sən hər hansı bir quruma üzv olmasan, yəni hansısa bir partiya üzv olmasan, sən iş tapa bilməyəcəkdin. Ona görə cavab olur 26-da A variantı. İndi isə gəlin baxaq 28-ci testə. 28-ci testdə bizə nələr verilib? If verilib. If-dən sonra nələr oldu? Gələcək olmaz çıxırıq. Goes, went, goes, had gone. Hamısı ola bilirdi. Əgər goes verilibsə qarşısı gələcək zaman bunu saxlayaq. Went isə qarşısı gələcək olmaz deyə seni çıxırıq. D variantında goes indidir deyə would keçmişə nəzərən gələcəkdə çıxırıq. Y variantında had keçmişdir. Qarşısı mütləq və mütləq keçmişə nəzərən gələcək bitmiş olmalıydı. B variantı tərcümə edirik. If he goes on telling lies, nobody will believe a word he says. Əgər o yalan danışmağa davam etsə, heç kim onun dediyinə inanmayacaq. Ona görə cavab olur burada B variantı. İndi isə sonuncu 29-cu testində izahına baxırıq. 29-da verilib if-dən sonra nələr ola bilməz? If-dən sonra will gələcək, would have keçmişə nəzərən gələcək olmaz. Qalırıq D arasında. Had keçmişdi, could da keçmişdi deyə D variantı doğrudur. Y variantında have indi, got isə keçmişdi, yanlışdır. Demək cavab oldu D. Tərcümə nə deyir ki, I could get a job easily if I had a degree. Əgər dərəcəmi alsaydım, asanlıqla iş tapardım. Demək cavab oldu D variantı. Bununla da testin sonuna çatdıq. İnşallah ki, anlamadığımız hər nüansı başa düşdünüz.